Aha, xoş gəlmisiniz. Çox sağ ol. Nə sifariş verəcəydiniz? Dönər. Dönər. Aha. Dönər. Lavaşda olsun yoxsa çörəkdə? Çörəkdə olsun. Təndir çörəyi, ləzzi çörəyi, Naxçıvan çörəyi, türk çörəyi yoxsa zavad çörəyi? Təndir çörəyi. Toyuq yoxsa ət? Ət. Aha, qoyun əti yoxsa mal əti? Fərqi yoxdur. Yox, fərqi var, hörmətli müştəri. Deməli, qoyun ətində olan kalori mal ətinə nisbətən daha çoxdur. Amma Bir dəqiqə. bəli. Mən hazırlığa tələsirəm. Biraz tez elə. Bir də dönərin yanında nəsə olsun, qazlı su, Fanta, Sprite, Coca-Cola, Pepsi, belə şeylərdən olsun. Heç nə olmasın. Heç nə olmaz. Bir də dönərin arasında hər şey olsun, yoxsa nəsə olmasın? Hər şey olsun, soğan olmasın. Da bu olmadı da. Dönər soğanla yemədin da nə oldu? Elə bir ki, hamama girdin, çinmədin. Mən gedirəm. Bunu tut mənə. Bu niyə mənə verdi? Mən sənə şunu. Nişanəsiz. Bu nədir? Bu kartof. Fırın. Zakaz vermişdim. Siz demədiniz tələsirəm. Mən getdim dönər sifariş verməyə. Gördüm bir müştərinin qabağında firi var. Hələ firini götürdüm gəldim. Siz də yiyin də. Hələ bilmirəm o müştəriyə nə cavab verəcəm mən. Bunu götürsən belə, buna batırsan. Qorxu axmasa.